Hə. Sağ olun. Sabahınız xeyir, sabahınız xeyir. Necə işlədiniz? Nə var, nə yox? Hər şey qaydasındadır? Bəli, rahat getdi. Əla. İsmaili görüb eləməyibsən? Yuxuda da heç olmazsa. Yox, yox, görməmişəm. İsmail. Nəsə bu uşaq vəbşə yatıb qalıb, heç nə can sağlığı. Yəni ümumi sözün həm həqqi, həm məcazi mənasında yatıb qalır. Görək başına nə gələcək. Amma biz nə edirik? Dərsə davam edirik. Ekranı paylaşıram sizlə. İlk suallarımızdan etibarən izahlara başlayacağıq. Qonşunun qapısını çox şiddətlə döyürlər. Çırpır özünü sinəmə şiddətlə vəfasız. Nəsə, arkadaşlar, nə elədik? Tərəzilərdən başlayırdıq. Bəli. Buyurun suallarınızı verin. Bugün əyləncəli bir gün olacaq. 2, 11. 2. Hə. Ay maşallah. Ay maşallah. Bir an nəfəs almağa yer qoydunuz. Əsas olub biri soruşmadınız. Arkadaşım gördüyünüz kimi çoxlu sayda qarmaqarışıq fiqurlar verilib. Düzdürmü? Belə şeylə rastlaşanda bunları hərflə əvəz edin ki, işiniz rahatlaşsın. Yaxşı. Mən bax bunların yerinə A hərfi yazacağam. Bunun yerinə B hərfi yazın. Bunun yerinə C. Olarmı? Onda bunlar nə olacaq? Bu da D hərfidir. Heç belə deyim də. Bundan yoxdur çünki yuxarıda. Bu da E hərfidir. Oldu mu? Onda bu C hərfi, bu da D hərfi, bu da nədir? A hərfidir. Elədir? Bu nə idi? Bunlar B hərfləri idi. Bu nədir? Bu təzə bir hərfdir. Deməli, E işlətmişəm, F hərfi olsun. Bu da nədir? Bu da C-dir. Elədir? İndi bizdən soruşur ki, F nəyə bərabərdir? Aha. Başlamalıyıq ixtisarlara arkadaşım. İxtisarlara getməyimiz lazımdır ki, axırda bir şey ortaya çıxarda bilək. Olarmı? Olar. Mənim birinci məsələm nədən ibarət olacaqdır? Burada hərflər gördüyünüz kimi 2-2 verilibdir. Siz burada məsələn belə deyim də birləşdirmə aparatı olsanız bu C ilə bu C ixtisar olunacaqdır, amma AF DBB kimi qalacaqdır. 2 dənə B olan versiyada yoxdur deyə biz nə etməyimiz lazımdır? Birazca məsələmizi həll eləyəndə çoxaltmağa falan getməyimiz lazımdır. Ona görə də başlayaq əməliyyata. Məsələn, burada CD dedi ki A-dır, düzdür. Gəl bir dənə də CD yazaq. Bu da A-dır. 2 dənə CD AA oldu mu? Oldu. Bəs bu mənə nəyə imkan verir? Mən istəsəm A-nı BC ilə əvəz edə bilərəm, düzdürmü? A-ların yerinə nə qoyuram? BC qoyuram. BC. Burada da DD-ləri də E ilə əvəz edə bilərəm, düzdür? Bəli. DD-lər də nə ilə əvəz olundu? E ilə əvəz olundu. İndi bura baxın. Burada C ilə C-ni ixtisar edəndə bir dənə B C ilə E-yə bərabər olurmu? Hə arkadaşlar? Olur. İndi bura gəlirəm. Burada FC bərabər idi 2 dənə B-yə. B-nin birini yazdım. O birisi B-nin yerinə də C-yi yaza bilərəmmi? Yazaram. Onda C ilə C ixtisar olanda F-in qiyməti B-yə qalırmı? B hansı fiqurdur? T hərfinə oxşar. E hansı fiqurdur? Buna oxşar. Deməli B variantı doğru cavab variantıdır. Bu oldu. İndi neçəyə baxaq? 11. 6 da var idi, yaxşı. Qəşəng, qəşəng. Arkadaşlar, burada görəcəyimiz iş nədir? Birinci, deyək ki, 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər ədədlərdən birinə uyğundur. Yəni, hərəsi fərqli bir ədədə uyğundur və 1-dən 9-a qədər ola bilər də. Yəni, 2 rəqəmlər 10, 11, 12 falan olası deyil. Tərəzilərin vəziyyətini nəzərə almaqla fiqurların ifadə etdiyi ədədləri müəyyən edin. Verilmiş fiqurların ifadə etdikləri ədədlərin qiyməti artması ardıcılığı düzün. Hələ birinci bura qədər tapaq, ondan sonra artma ardıcılığından düzəlik. Bax, bunların qiyməti birdən başqa bir şey ola bilməz. Niyə? Ona görə ki, bunlardan 5 dənədir. Əgər 2 verəsi olsam, bu 10 olmalıdır. Amma burada 1-dən 9-a qədər ədədlər deyildir. Deməli, bunların qiyməti 1-dir.
Onda bunun qiyməti də neçə olur? 5. Bunu tapdıqmı? Tapdıq. Çox gözəl. İndi bunun qiyməti 1-dirsə də bu birlərin qiymətinə 3 verə bilmərəm. Niyə? Çünki 3 versəm 3 dənə 3 9, 1 ilə də toplayanda 10 eləyəcək. 10 da ola bilməz. Niyə? Çünki 1-dən 9-a qədər ədədlərdən istifadə oluna bilər. Deməli kvadratların qiyməti də 2 olacaqdır. 6 bu, bir də bu 7. Bərabərdir 7-yə. Deməli bu dairənin də qiyməti 7 oldu. Artıq 1, 2, 5, 7-ni tapmışıq. Düzdürmü? Düzdür. İndi görəcəyimiz digər bir şey. Bunların qiyməti üzrə 1 və 2 olmadığına görə ən azı neçə olmalıdır? 3 olmalıdır. Düzdür? 3 dəfə 3 9-dur, bu da 9. Qəşəng çıxdı? Çıxdı. İndi biz hansı rəqəmləri işlətmişik? 1-i işlətmişik, 2-ni işlətmişik, 3-ü işlətmişik. 5-i işlətmişik, 7-ni işlətmişik, 9-u işlətmişik. Hansı rəqəmlər qalıbdır? 4 qalıbdır, 6 qalıbdır, bir də 8 qalıb. Düzdür? Bu yerdə qalanlar 4, 6 və 8-dir. Onları necə yerləşdirə bilərəm? Bu ikisi bir-birindən fərqlidir. Bu ikisi eynidir. 2 dənə 6-nın cəmi 4 ilə 8-in cəminə bərabər olurmu? Olur. Amma bir problemimiz odur ki, hansının 4, hansının 8 olduğunu bilə bilmirik. Elədir? Elədir. İndi nə edəcəyik? Başlayacaq buna həll etməyə. Deməli, bu 1 idi. Baş aşağı olan ya 4 idi, ya 8 idi. A kvadratımız 2 idi. Qara kvadratımız da nə idi? 3 idi. Deməli, birinci elə 1 gəlir, sonra 3 gəlir, sonra 4 gəlir, sonra 2 gəlir. 2, 4 də olsa, 8 də olsa ən axıra düşmüş olur. Ne böyle yazmışlar? Hə da, deməli cavab nədir? 1, 3, 4, 2. Sən nə almısan? Şam yerken ben de aynı şeyi almışım. Hep yoklamışım. Allah sən qəhr etməsin. Boş yerə bu boyda vaxtımızı aldın Nurgül xanım. Qaytar mənim dəqiqələrimi. Hə, neçəyə baxırıq arkadaşlar? Nömrə deyin. Tamam. 11. Şey var. Aha, 11. Maraqlıdır ki, bu birisi əyşüyüş tərəziləri işləyib, bunu işləyə bilməmək qəribə bir şeydir. Baxın arkadaşım, 5 bucaqlı 9'dur. Problemi ilk hafta da isteyebilmemiştim. Soruşardınız da. Çünki keçən vaxt yəqin işləməyibsiniz, sonra da soruşmuyubsiniz. Çünki sual olanda verirsiniz ən azından. Bax, bu 5 bucaqlı 9'dur. 9, 9. Neçə elədi? 18. Bu tərəfə asılan yük 18 isə burada 18'dir. Deməli, bu rombumuz 18'dir. İndi 18 burada, 18 buradaysa, demək bura asılan yük 36'dır. Onda burada 36 olmalı ki, tarazlıqda olsun. Onda bura 18'dir, bura 18'dir. Deməli, dairənin özü də rombla eyni çəkidədir 18. 36, 36 bir yerdə 72 edir. Deməli, bu tərəfə düşən yük 72'dir. Tarazlıq üçün burada 72 olmalıdır. 72-dirsə də tarazlıq üçün bura 36, bura 36 olmalıdır. Tarazlıq üçün bura 18, bura 18 olmalıdır. Bura 18, bura 18 olmalıdır. Və bu aşağıda bura 9, bura 9, 9, 9, 9, 9, 9, 9 olmalıdır. Ən azından bunu başa düşə bilirsinizmi Aytən xanım dediklərimi? Bu. Şunu da yazmışım. İndi bura. Onda başa düşməyəlik bir şey qalmıyor. 9, 3 dənə gəldirsə də 2 qat dairəsi demək bir dənəsi 3'dür. Bu da 3 olanda bunun qiyməti 6 olmalı ki 9 olsun, düzdürmü? Bu da 6 olanda 18 vermək üçün bunlar 4 olmalı. 4 dəfə 3, 12. Artıq vedranı tapdıq, 4'dür. Bir dənə plusu tapmamız qaldı. Ona necə tapacağıq? Birinci, bunun qiyməti 3 idi. Deməli, burada 9 alınması üçün bunlar 2 olmalı ki, 3 dəfə 2, 6, bir də 9. Ona bunun qiyməti 2 olanda bunun qiyməti 7 olur. Düzdürmü? Ulduzumuz 7. Ulduz da 7 olanda bunlar 1 olmalıdır ki, cəmi 9 versin. Deməli, bu da oldu 1. 4 ilə 1-in də cəmi 5'dir. Ora qədər yazıbsınız, elə ora qədər idi əsas məsələ. Oradan sonrası budur. Yaxşı. İndi neçəyə baxaq? Onda yoktu bende. Yaxşı, bunda yoxdur. Keçək. Riyazi məsələlər. Gözəl, gözəl məsələlər. Buyurun. 62'ye bakabiliriz ben de. 62-yə baxa bilərik. Əla. Göz Nərmin xanım işləyibdir. Tələbənin işdə Var. bəli, işıqlar keçir. Şimdi 60. Aha. Zaten eyni O ikisi sert. eyni şərtdədirlər. Hadi. Yaxşı, baxıram.
25 nəfərlik qrupun tələbələrinin yarısından azı kafedə çay və qəhvə içirlər. Hər kəs yalnız bir növ içki içir. Kafedə başqa müştəri yoxdur. Müştərilər arasında çay içənlərin sayı qəhvə içənlərin sayından azdır. İndi bura baxın. 25 nəfərin yarısından azdır. Yəni 25-i bölürsüz 2-yə və bu tələbələrin sayı bundan azdır. Yəni x-in qiyməti nədir? Kiçikdir. Neçə olmalıdır? Kiçikdir. O ki, təbii ki, tam ədəd olacağına görə kiçikdir bərabərdir 12 verirəm. Niyə? Çünki 25-i 2-yə bölünə 12 onda 5 edir. Düzdür? Və 12,5 tələb ola bilməz. Amma 12-nin özü də 25-in yarısından az olmuş olur. Düzdürmü? X-in qiyməti 12-dən kiçik bərabər olmalıdır. Deyir, çay içənən say, qəhvə içənən saydan azdır. Bura çay yazıram, balacanın sol tərəfə. Burada qəhvə yazıram. Çay içənlər, qəhvə içənlərdən azdır. Burada belə bir işarə qoyuram ki, bu böyükdür bunun. Deyir ki, şəkərsiz qəhvə içənlərin sayı, şəkərli qəhvə içənlərin sayından az. Burada qəhvəni içənlər, şəkərli içənlər var, bir də sadə içənlər var. Sadə içənlər şəkərli içənlərdən azdır. Sonra deyir ki, şəkərsiz çay içənlərin sayı, şəkərli çay içənlərin sayından çoxdur. Çay şəkəri, yəni şirin çay, bu da şəkərsiz çay. Şəkərli çay içənlər, şəkər, bizə də nə səhvdir yazdım. Deyir, şəkərsiz çay içənlər şəkərli çay içənlərdən çoxdur. Sadə çayı bura yazım, şirin çayı bura. Bu da belədir. Sonra da deyir, şəkərsiz qəhvə, şəkərli qəhvə, şəkərsiz çay, şəkərli çay içənlərin sayları müxtəlifdir. Aha, indi əsas məsələ. Bu 4 dənə kəmiyyət müxtəlifdirsə də, ən azı bunların birini 1, biri 2, biri 3, biri də 4 olmalı. Düzdür? Bu da neçə edir? 10 edir. Yəni x-in qiyməti 10-dan da böyük bərabərdir. X artıq 9, 8 falan ola bilməz. 10 ola bilər bu tələbələrin sayı. 11 ola bilər, 12 ola bilər. Vəziyyət budur. Sadəcə şəkərsiz içki içənlərin cəmi sayını göstərəndə cütdür. Yəni bu sadələri toplayanda nə alınır? Cüt alınır. Cəmi. Sadələrin cəmi cütdür. Belə bir işarə qoydum ki, unutmayın. İndi diqqət. Gəlin bu tələbələrin 10 nəfər olduğu halda necə içəcəklərini bu şərtlər daxilində yazır. Baxın. Məsələmiz burasındadır ki, qəhvə içənlərin sayı çox olduğuna görə 4-ü bu tərəfə verməliyəm və şəkərli qəhvə içənlər, sadə qəhvə içənlərdən çox olduğuna görə bunun qiymətini neçə qoyuram? 4. Əla. İndi 4 ilə 1-i verə bilmərəm. Niyə? 4 ilə 1-i verəsi olsam neçə edir? 5 nəfər, 5 eləyir. Onda 3 ilə 2 də 5 eləyir. Onda qəhvə içənlər çay içənlərdən çox olmur. Ona nə verməyəm lazımdır? Burada təbii ki, ya 2 verməliyəm, ya 3. 2 də verə bilmirəm. Niyə? 2 verəsi olsam, bura qoyacağım ədəd 3 də olsa, 1 də olsa, cəmi cüt ədəd eləməyəcək. O alınmır. Onda 3 verir. 3 versək, bura 1 verəndə, bura 2 verməlisən, onda 1 2-dən böyük olmalıdır. Deməli, kafedə oturanların sayı 10 nəfər ola bilməz. Bu versiyanı çıxdıqmı? Qaldı hansılar? 11 və 12. 11-i almaqdan ötürü 1, 2, 3 və 6-dan istifadə eləməliyəm. 1, 2, 3 və 5-dən başlayın. 6 nə idi? 1, 2, 3, 5. Bunlar cəmləyən neçə edəcək? 11 edəcək. Ona nə edirəm? 5-i bura verirəm. Çünki şəkəri qəhvə içənlər hamısından çoxdur. Ona bura neçəni verirəm? 1-i. 6 burada elədi. 5 nəfər də bura düşəcək. Hər şey düzələcək. Onda bura nə verməliyəm? Əlimdə deməli 5 ilə 1 işlətmişəm, 3 ilə 2 qalıb. Düzdürmü? 3-ü bura verirəm, 2-ni bura. Beləliklə qəhvə içənlər 6, çay içənlər 5, qəhvə içənlər çay içənlərdən çox oldu. Şəkəri qəhvə içənlər şəkərsizdən çox oldu. Şəkər çay içən, şəkər çay içəndən çox oldu və cəmlərlə nə oldu? Cüt ədəd oldu. 3-dən 1-in yerini dəyişə bilmirəm. Niyə? Ona görə ki, yerini dəyişəsi olsam, sadə çay içənlərin sayı şəkər çay içənlərdən az olacaq. Yəni 11 nəfərin oturmağının, içməyinin bircə dənə üsulu var. İndi 12 nəfər. Təmin. 12 nəfəri 2 cür yaza bilərik. 1, 2, 4, 5 şəklində. Bir də 1, 2, 3, 6 şəklində. Düzdürmü? İndi baxaq. Birinci 1, 2, 3, 6-dan başlayaq.
6'nı verdik bura. 1 burada oldu. 3 burada, 2 burada. Bu cüt ədəd, bu bundan böyük, bu bundan böyük. Buradakı cəmdə buradakilərdən böyük. Hər şey qaydasında. 3-dən 1-in yerini dəyişə bilmirik. Səbəbi bilirsiniz. Qalan 6-dakı bu bir tərəflər keçirə bilmirik. Onda 13-ə bax. 12 nəfərin 1, 2, 4, 5 versiyasına bax. Deməli belə. 5 böyükdür. 5-i yenə bura qoyuram. İndi baxın. 1 ilə 5 olsa 6, 2 ilə 4 6 olur. Deməli bura nədir? 2-ni qoymam lazımdır. 1-i qoya bilmərəm. 2-ni qoydumsa bura 4, bura 1 olur. Bu bir versiya. Yenə 5 nəfər şəkəri nə içirlər? Qəhvə içirlər. Bura 4 nəfər də sadə qəhvə içsin 9. Bura 2, burada 1 yazanda yenə 12 nəfər düzəlmiş olur. Və bu dəfə də qəhvə içənlər çay içənlərdən çox olur. Şəkərli qəhvə içənlər şəkərsiz qəhvə içənlərdən çox olur. Sadə çay içən şəkər çay içəndən çox olur və sadə içənlərin cəmində yenə də cüt ədəd olur. Bu versiyaların hamısını yazdıq mı? Yazdıq. İndi 62 və 63-cü sualları cavablandıra bilərik. 62 də deyir ki, aşağıdakılardan hansının ehtimalı azdır? Kafedəki tələbələrin sayı 12-dir. Bu nədir? 75%dir. 4-də 3-ündə belədir. Şəkəri qəhvə içənlərin sayı 5-dir. Şəkəri qəhvə içənlərin sayı yenə 75%dir. 5 olduğu hallar. Görürsünüzmü? Sonra qəhvə içənlərin sayı 7-dir. Qəhvə içənlərin sayı 7 olduğu iki vəziyyət var. 1-6 və 2-5. Deməli 50%dir ehtimal. 50 niyə deyirəm? 4-dən ikisi də yarısı. Şəkərsiz qəhvə içənlərin sayı 2-dir. Sadə qəhvə içənlərin sayının 2 olduğu bircə versiya var. Yəni 25%dir ehtimal. Şəkər çay içən bir nəfərdir. Şəkər çay içən bir nəfər olduğu iki halımız var. Yəni bu da 50%dir. Ən aşağı ehtimal nədir? 25%. Deməli nədir? Şəkərsiz qəhvə içənlərin sayının 2 olması. Bunu bildik. Yəqin ki bildiniz. Aşağıdakılardan hansının sayının tək ədədlə ifadə olunduğu mütləqdir. İndi baxın. Bax deyir qəhvə içənlərin sayı. Qəhvə içənlərin sayı burada 6-dır. Bu olmadı. Şəkəri içki içənlərin sayı. Şəkəri içənlərin sayı 2 ilə 5 7-dir, 2 ilə 6 8-dir. Nədir? Bu tək də oldu, cüt də oldu. Olmadı. Şəkərsiz çay içənlərin sayı. Sadə çay içənlərin sayı 3, 3, 4, 2. 50%-i təkdir, 50%-i cüt ədəddir. Demək bu da deyil. Kafedəki tələbələrin, indi bura, kafedə tələbələr 11 nəfərdə olduğu var, 12 nəfərdir. Demək bu da mütləq deyil. İndi deyir çay içənəm. Burada 5 nəfər, burada 5 nəfər, burada 5 nəfər, burada 3 nəfər. Bütün hallarda tək ədəd oldu mu? Bəli, deməli E variantı doğru cavab variantı. Gördünüz necə çözdük? Rəşid müəllim, 64-də də Aha. Bəli. Buna baxaq. yox, baxmaq yox. 64-də 2 dənə, 2-yə də B var cavablarda, 3-ə də B var. Hətta. 2-yə ikisinə də eyni cavabdır. Yəni tapmayıbsınız da bunu. Yox, mən 1-ə D yazmışdım, düz çıxıb. 3-ə B yazmışdım, düz çıxıb. Prosta mən 2-yə A yazmışdım, 2-yə B. Aytən xanım, bilirsiniz ki, uyğunluq sualında bircə dənəsini səhv elədirsə də səhvdir artıq. Məsələ bu. Kodlaşdırmada 2 dənə cavab ola bilər ki, eyni variant. Qəbul sualıdır, nətər yəni ola bilməsin? Birinci səfərdə görürəm ki, belə bir sual eyni variant. Hələ həyat davam edir. Çox birinci dəfələr görəcəksiniz. Arkadaşlar, kim işləyə bilibdirsə də heç. Aytan xanım dirəşib ki, mən bunu işləyə bilərəm. Siz kim? Baxaq mı? Baxaq. Arkadaşım, güya hər şey elə ikinci dəfə, üçüncü dəfədir görürsünüz. Hər şey bir dəfə olur da. Hələ imtahanda Allah bilir, təzə nə salacaqlar. Onu da birinci dəfə görmüş olacaqsınız. 64-cü sualda deyir, zabit əsgərə düz 9 dəqiqədən sonra hücuma başlama əmr etdi. Çox səviyyəsiz sualdır. Nəyə görə? Zabitdən, əsgərdən söhbət gedir, qum saatından bunlar hücum edəcəklər. Niyə? Normal adam balası kimi elektron saat alınır. Qum saatı elektron saatdan bahadır. Nəsə,
Əsgərin 5 və 7 dəqiqə 2 dənə qum saatı var. Baxın, 2 dənə saat bu döyüşdə olmalıdır, yoxsa saatlara mı nəzarət eləməlidir? Həqiqətən çox səy bir sualdır. Başqa cür qursaydı daha maraqlı olardı. Köməklə 9 dəqiqə zamanı təyin edərkən hansı qum saatının nə vaxt çevirməli olduğunu taparaq uyğunu müəyyən edin. İndi birinci. İlk öncə 2 dənə saatımız var da. Bax, biri neçə dəqiqəlikdir? 5 dəqiqəlikdir. Bax, 5 dəqiqəlik qum burada aşağıdadır. Burada da 7 dəqiqəlik qum aşağıdadır. Niyə aşağıdakı? Çünki başlanğıc vəziyyətdə. Başlanğıc vəziyyətdə qum harda olur? Saatın aşağısında olur. Qum saatı görübsünüz də yəqin ki. Hə? Hadi. Hə. Bəli. İndi əmr gəldi. Əmr gəldi. Əmr gələndə bu nə etməlidir? İkisini də çevirməlidir. Əmr verilən anda vəziyyət bu olur. Burada 5 dəqiqə bura qalxmış olur. Burada da 7 dəqiqə bura. Çünki çevirdi axı ikisini eyni anda. Vaxtlar buradadır. İndi bir şey deyim. 5 dəqiqə keçəndən sonra nə baş verir? 5 dəqiqə keçəndən sonra baxırsınız ki, birinci saatda o 5 dəqiqə qumun hamısı axıbdı bura. Düzdürmü? Amma 7 dəqiqəlik saatımızda belə bir vəziyyət var. Burada 2 dəqiqəlik qum qalıb, burada 5 dəqiqəlik qum axıbdı. Düzdür? İndi bu anda, əmr verilən anda, əmrdən 5 dəqiqə sonra bu nə edir? Bunların ikisini də çevirir. İkisini də çevirəndə nə olur? İkisini də niyə olur? Birincini çevirsin. İkisini çevirsə problem olacaqdır. Çünki niyə? İkincinin çevirəsi olsa işte 5 dəqiqə bunda yuxarıda olacaq, 5 dəqiqə bundan problem. İkincisini çevirməsin. Çünki bunun 2 dəqiqəlik vaxtı qalıbdır. Bu oldu burada 5 dəqiqə. Burada nə oldu? Burada 0 dəqiqədir. Bu birisində nə baş vermiş olacaqdır? Bu da elə qaldığı kimi qalıb. 2 dəqiqəlik buradadır. Burada nədir? 5 dəqiqəlik vaxtımız var. Buna dəymədi. Gördünüz, bir dənə bunu çevirdi. Bunu çevirdi, bu vəziyyətə gəldi. Bu birisi olduğu kimi durur. İndi məsələ burasından. Bunun 2 dəqiqəsi qalıb. O 2 dəqiqə axana qədər 7 dəqiqə keçirmi? Aha. 7 dəqiqənin tamamında bu bir saatda burada 0 dəqiqə qaldı. 7 dəqiqəlik qum bura yığılmış olur. Bu birisi saatda bəs nə baş vermiş olur? Bu birisi saatda aşağıya 2 dəqiqəlik qum yığılmış olur. Yuxarıda da 3 dəqiqəlik qum qalır. Düzdür? 9 dəqiqənin tamam olmasına neçə dəqiqə vaxtımız qalıb? 2. 2 dəqiqə. Burada da aşağıda 2 dəqiqəlik qum yığılıbdır. Yəni bu saatı götürüb tərsinə çevirəsi olsam, bura 2 dəqiqə, bura 3 dəqiqə düşəcək. Bu bir saat mənə lazım deyil. Bu saatdan heç ehtiyacım yoxdur artıq. Və 9-cu dəqiqədə artıq nə olacaqdır? Yuxarı sıfırlanıb aşağıda 5 dəqiqə olmuş olacaqdır. Yəni 9 dəqiqəni göstərə biləcək. Deməli, nə etmək lazım idi? Əmr verilən anda bunu da çevirdik, bunu da gördünüz, kəlləmayallaq oldular. Əmrdən 5 dəqiqə sonra 5 dəqiqəlik qum saatını nə etdik? Tərsinə çevirdik. 7 dəqiqə sonra yenə 5 dəqiqəlik qum saatını çevirdik. Bu da nə oldu? Bizim cavabımız oldu. Deməli, bir əmr verilən anda hər ikisi, əmrdən 5 dəqiqə sonra yalnız 5 dəqiqəlik, əmrdən 7 dəqiqə sonra yenə yalnız 5 dəqiqəlik çevrildi. Çünki başqa yolumuz yoxdur. Sonra Bir də bunun bir növü karandaş olan. bunun növü deyil qadın, amma başqadır. Başqa bir şeydir. Hə, başqadır, karandaşdır. Orada hə, təsəvvür edir ki, zabit əsgərə tapşırır ki, 7 dənə karandaşı böyle düzsün. Yaxşı, bunu kim düz işləyib 65-i, 66-nı? 65 düz soran 66'da biliyor. Düz çıxıb. İzah edə bilərsiniz, yoxsa elə yazdınız? Belə yad deyil deyə izah edə bilərəm. Nətər? Elə belə bir dənə söz deyim. Yəqin ki, bir yerə yazıbsınız da onu. Deyə bilərsinizmi, neçə dənə vəziyyət almışdınız? Məsələn, 7 karandaşın yanaşı düzülməsində. Anlamaya yazmışdım. İndi sizə həllini göstərəcəm arkadaşlar. Ama vəziyyət çox idi, dəhşət çox idi. Məsələ burası. İndi diqqətli olun. İndi diqqətli olun, qaqanız sizin üçün bunu həll edəcək. Deyir ki, sarı və
Qırmızı və sarı rəngli karandaşlar olan qutudan götürülən karandaşları 2-dən artıq karandaşın yanaşı olmaması şərti ilə sıraya düzülür. Yəni 2 dənəsi yanaşı ola bilər, 3 dənəsi ola bilməz. Özdə necə 2-dən artıq qırmızı karandaş? 2 dənəsi olar. Əvvəlcə 3 karandaşın mümkün belə düzülüş variantları arasında, sonunda sarı karandaş olan variantların sayı ilə sonda qırmızı karandaş olan variantların sayının fərqini, sonra da 7 karandaşın mümkün düzülüş variantları arasında, sonda sarı karandaş olan variantların sayı ilə sonda qırmızı karandaş olan variantlarının sayının fərqini tapan aşağıdakı uyğunluğu müəyyən edin. Baxın, indi görün nə edirəm. Birinci, bir dənə cədvəl. Buraya yazıram. Sonda sarı. Sarı. İndi bura bax. Burada məhdudiyyətimiz var. Qırmızı karandaş sonda bir qırmızı ola bilər. Bir də sonda neçə ola bilər? 2 qırmızı ola bilər, düzdür? Amma 3 dənə qırmızı ola bilməz, çünki ona icazə verilməyibdir. Cədvəlimiz bax bu şəkildə bir cədvəl olacaq. Qabaq tərəfdə karandaş saylarını yazacağıq. Mən hətta aralıq sayları da yazacağım. 2, 3. 3-ə qədər də bir-bir göstərəcəm vəziyyətlərin sayını. Arkadaşlar, məsələn, bir karandaşımız varsa da o yarı sarı olmalıdır ya da qırmızı, düzdür? Başqa bir rəng olası deyil ki. Çünki sarı və qırmızı karandaşlardan söhbət gedir. Məsələni hazırlayan Qalatasaraylı olun. İndi baxın. Onda bura 1 yazıram. Bir dənə sarı karandaş götürsək, sonu elə sarı olmuş olacaq. Bir dənə qırmızı götürsək, sonu qırmızı olacaq. Amma 2 dənə ola bilməz. Çünki bir karandaşı götürmüşəmsə, 2 vəziyyət yarada bilməzsən. 2 qırmızını yanaşı qoya bilməzsən. Düzdür? 2 karandaş götürəndə 2 karandaşı necə qoya bilərik? Buna bir dənə fikir verin. Bax, 2 karandaşı qoymanın belə bir üsulu var. Deməli, 2 dənə sarını yanaşı qoya bilərsiniz, düzdürmü? Qırmızı ilə sarını yanaşı qoya bilərsiniz. 2 qırmızını yanaşı qoya bilərsiniz. Bir də sarı qırmızı yanaşı qoya bilərsiniz. Düzdür? Onda sonu sarı ilə qutaran neçə vəziyyətimiz olur? 2 dənə. Düzdür? Bəs sonunda bir qırmızı olan neçə vəziyyətimiz olur? Bir dənə. Sonda iki qırmızı olan neçə vəziyyətimiz olur? Bir dənə. Düzdürmü? Belə gedir. İndi 3 dənəni də göstərəcəm sizə. Sonra isə əsl oyun başlayacaq. 3 dənə sarını belə qoya bilərsiniz. Düzdür? Yaxud da belə ola bilər. Sarı, sarı, qırmızı qoya bilərsiniz. Yaxud sarı, qırmızı, sarı qoya bilərsiniz. Sonra sarı, qırmızı, qırmızı qoya bilərsiniz. Düzdürmü? Sonra qırmızı, sarı, sarı qoya bilərsiniz. Qırmızı, sarı, qırmızı qoya bilərsiniz. Düzdür? Sonra icazə verilməyən vəziyyət deyirəm. Qırmızı, qırmızı, qırmızı qoya bilərsiniz. Düzdürmü? Bir də qırmızı, qırmızı, sarı. Bu qırmızı, qırmızı, sarı yəni qırmızı, qırmızı, sarı qoya bilərsiniz. Bu niyə olmaz? Burada 3 dənə qırmızı yanaşıdır. Nəticə etibarilə burada nə görürsünüz? Sonu sarı ilə qutaran neçə vəziyyətimiz oldu? 4 dənə vəziyyət. Sonu bir qırmızı ilə qutaran neçə vəziyyətimiz oldu? Bax, burada bir qırmızı ilə qutar, burada da 2 dənə vəziyyət. Bəs sonu yəni 2 qırmızı ilə qutaran neçə vəziyyət oldu? Bir dənə vəziyyət oldu. Arkadaşlar, burada bir dənə maraqlı məqam var. Baxın. Bu 2 görürsünüz. Bu 2, diqqət etsiniz, bax buradakı 1 ilə 1-in, bir də 0-ın, bu üçünün cəmidir. Burada 4 görürsünüz, ha, bu da 2, 1, 1 bunların cəmidir. Buradakı 1, bax bu 1'dir, bura köçüb. Buradakı 1 də elə bilin ki, bu 1'dir, bura köçüb. Çünki bura baxın, burada 2 var, burada da 2 var. Bura köçüb, burada 1 var, burada 1 var, bura köçüb. Bunu gördünüz. Ya bundan sonra artıq karandaş düzmürük. Nə edirik? Texnika işlədirik. Amma bir-bir yazmalıyım. 4, 5, 6, 7. 7-yə qədər gələcək. İstəsəz 10 dənə də desə, düzə bilərik. Niyə? Çünki artıq əlimizdə texnika var. Deməli, ilk öncə bunları cəmləyəndə 4, 2, 1 toplayan neçə edir? 7. 4 gəlir bura, 2 də gəlir bura. Düzdürmü? Sonra 7, 4, 2 toplayanda neçə edir? 13. 7 gəlir bura, 4 gəlir bura. 13, 7, 4. Neçə edir? 24. 13 gəlir bura, 7 gəlir bura.
24, 13, 7. Neçədir? 44. 24 gəlir bura, 13 də gəlir bura. Oldu? Oldu. İndi deyək sonunda deməli 3 karandaş olduğu vəziyyətdə sonda sarı karandaş olan variantların sayı, sonda qırmızı karandaş olan variantların sayı arasındakı fərqə baxır. Baxın 3 karandaş olan sonda sarı olan 4 dənə olur, sonda qırmızı olan 2 ilə 1-in cəmi 3 dənə. 4 ilə 3-ün cəmi neçədir? 1. Yəni birincidə nədir? D olmalıdır. Burada fərqi deyir, fərqi deyir. Siz cəmini hesablamışdınız? Evet. Ha, yox, yox, səhv demişəm. Fərqi deyir. Cəmlər bunları cəmləyib 2 ilə 1-in cəmi 3-dür, 4 ilə 3-ün fərqi 1-dir. Aha. Nə üçün 2 ilə 1 də cəmlədim? Sonda qırmızı deyirsə də 1 qırmızıda olan da qırmızı ilə qutarır, 2 qırmızıda olan da qırmızı ilə qutarır. Ona görə bunları cəmləməli idim. İndi gəldik 7 karandaşa. Sonu sarı ilə qutan neçə dənə vəziyyətimiz var? 44 dənə. Bəs sonu qırmızı ilə qutan 24 ilə 13-ün cəmidir. 37 dənə. 44-dən 37 çıxanda neçə eləmiş olacaqdır? Təbii ki, 7 eləmiş olur. Deməli, 7 karandaşı düzəndə 7 dənə vəziyyətimiz alacaq. Burada B uyğun gəlir. 81 dənə düzüm eləməkdənsə də, arkadaşlar, düşünürəm ki, belə yazmaq daha rahat. Elə deyilmi? Keçək 65-ə. Hə, arkadaşlar. Bu 66-ya, 60. Sizin səsiniz yaman xışıltılı gəlir. Bilməm, məndə mikrofonlandırmı, yoxsa sizdə kolonkadan. Başqa birisi də danışsın, zəhmət olmasın. Hamıda xışıltılı gəlir, mənlikdir. Məndə kompüterin kolonkasından. Bir dənə dayanın, qoy səsini dayandırıb təzədən açın, bəlkə elə də düzəldi. Yaxşı. Demə 66-ını da eləyəcəm, düzdür? Mənim səsim heç olmasa xışıltılı gəlmir ki. Ola bilsin Zoom-da açıqdır. Bu da bir dənə Zoom-da mikrofon, speaker, sistemlə eynidir, reality audio. Əsas mənə bu middəki lazımdır. Middə kolonka. Kolonka ya heç mikrofonu bildik. Speaker. Onsuz da başqa versiyam yoxdur. Hocam, speaker. Elə budur, bax, budur, budur. Bu niyə belə eləyir? Yox, arkadaşlar, məcburam ki, bu səslə davam edeyim, çünki yoxsa konfransı dayandırıb təzədən girməli olacağam. Neyək, dözmək lazımdır. Onsuz da mənə diskomfort yaradır, sizə yox. 66-ya baxaq. Bu bir də burbisində baxım görüm. Bu da spikerdə vəziyyət nə yerdədir. Zoom-dakı da yoxdur, bəlkə ona görədir. Səsim... Aha. Zoom-da səsim nəsə elə bilir eşitmirəm. Ona görə bircə də audio settings-ə keçim görüm. Danışıram. Test mikrofon. Burada kolonkalıqdır, hamısı kolonkalıqdır. Kolonkalıqdır. Nə işlə, can sağlığı. Əsas o da eşitirsiniz siz məni. 66. Arkadaşlar, indi sarı və qırmızı və sarı karandaşların 3-dən artıq qırmızı karandaşın yanaşı olmaması şərti ilə düzülüşünə baxacağıq. İndi görün nə edirəm. Texnikamız. Buraya yazam sarı. Buraya yazam bir qırmızı, axırda bir qırmızı, axırda iki qırmızı, bir də axırda üç qırmızı. Gördünüz bunu? Hı -hı. Vəziyyətlər belə həll olunacaq.
İndi bura nə yazıram? Sayıları. 1, 2, 3, 4, 5, 6, 7. Bu dəfə cədvəl çəkməyə vaxtım yenə çox getsə də, izaha vaxtım az gedəcək. Niyə? Çünki qaydasını artıq bilirsiniz, düzdürmü? Qaydanı da bildinsə də, deməli, hər şey öz əlinin altında. Deməli, bir dənə karandaş götürsəsə, ya sarı olar, ya qırmızı. Amma bir karandaş götürsənsə, axırda iki qırmızı qutara bilməz, axırda üç qırmızı qutara bilməz. Çünki bircə dənə karandaşın var. İkinci addımda bunların cəmi sarıların sayını verməli, düzdürmü? Deməli, iki sarı karandaş götürsənsə, qırmızı sarı, yaxud da sarı sarı, iki sarı ilə qutaran iki vəziyyətim var. İki sarı ilə qutaran yox, sarı ilə qutaran iki vəziyyətim var. Bəs o zaman bir qırmızı ilə qutaran vəziyyətin nə olacaq? Bir dənə olacaqdır. Niyə? Sarı qırmızı qoya biləcəksən. Bəs iki qırmızı ilə qutan qırmızı qırmızı. Bunda da bir vəziyyət olacaq. Görürsən bu biri bura sürüşdürdüm, bu biri bura. Buradakı sıfırı da bura sürüşdürdüm. Beləliklə 2 1 1 aldıq. Onda sarıların sayı 3 dənə qoyanda neçə vəziyyətdə olacaq? Sonu sayla qutan 4 vəziyyətdə. Bəs sonda 2 qırmızı olan neçə dənə olacaqdır? Təbii ki, 2 vəziyyətdə, bir qırmızı olan 2 vəziyyətdə olacaqdır. Belə ki, sarı sarı qırmızı, bir də qırmızı sarı qırmızı. Həqiqətən. Burada bir vəziyyət, burada da biri sürüşdürdüm bura, burada da bir vəziyyət. Və davam edirəm. 4 2 1 1 toplayanda neçə edir? 8. 8 vəziyyət burada. Bəs qırmızılara baxanda 4 eləyəcək. 2 qırmızı ilə qutaran 2, 3 qırmızı ilə qutaran 1. 8 4 2 1 15 verdi. Bu 8, bu 4, bu da 2 oldu. 8 ilə 4 neçə eləyir? 12, 14 burada, 15 də burada, bura 29 edir, bura 15, bura 8, bura da 4. Sonra 29 ilə 15, 44 edir. Bunları da toplayanda 12, 56 verdi elə. 29, 15, 44 edir. Bunları da toplayanda 56. İnşallah ki düz deyirəm. 29 bura, 15 bura, 8 də bura. Siz danışmayın da elə biləm ki, səhv hesablama aparmışam. Ona görə də reaksiya vermirsiniz. İndi baxın. 3 karandaş götürəndə 4 dənəsi sarı ilə qutarır. 2, 1, 1, 4 dənəsi qırmızı ilə qutarır. 4-dən 4 çıxana qalır 0. Yəni birinciyə A uyğun gəlir. Və 56 dənəsi nə ilə qurtarmış olur? Sarı ilə qurtarmış olur 7 karandaş götürəndə. 20, 44, 8 də burada. 52 dənəsi də qırmızı ilə qurtarmış olur. Bu da 4 edir. 7-yə də E. Heç nə. 1-ə A, 2-ə E uyğun gəldi. Necə işlədiyimizi gördünüz? Bəli, asan olmuş. Hı -hı. İndi keçək nəyə? Növbəti tapşırığa. Hə, baxaq görə nə var? Qrafiklər. Burada kimin problemi varsa da buyursun, desin, başlayaq həllə. İkinci, baxaq. Baxın, ikinci sualda deyir ki, qrafiklərə görə ən çox alma yığını ilə ən az armud yığını arasındakı fərq nə qədərdir? Kiloqram. Ən çox alma yığını nə qədərdir Aytən xanım burada? Neçə kiloqramdır? Ha, sizə bir dənə söz deyim. İnternet deyilən təzə bir şey çıxıbdır. İndi bilmirsiniz bəlkə də. Orada sentnerin neçə kiloqram olduğunu bir neçə saniyə ərzində axtarıb tapa bilərsiniz. 1 sentner 100 kiloqramdır. 60 sentner 6000 kiloqramdır. Heç araşdırmağa mı? Ha ha ha. ChatGPT-yə necə güvənə bilirsiniz? Ola bilməz. Yəni ChatGPT, qoy bir dənə soruşum. Sizin ChatGPT-niz bəlkə sizlə zarafat edib. Qoy bir dənə ChatGPT-dən mən də soruşum. Həqiqətən maraqlı gəldi. Düzdür, çox vaxt adamı belə aldadır. Bəlkə məsələnin həllini soruşubsuz.
Yaxşı. 1 sentner neçə kiloqramdır? Of course. Feel free to let me know what you need help with, and I'll do my best to assist you. Allahım yarabbim, mən ingiliscə qoymuşam, ona görə şey edir. Dayanın. O, buradan danış. Şeydən adlarda burada yazın da. Bugün mənim chat-GPT-də məndən məzələnirmi? Onu bilmək istəyirəm. Yoxsa başqa heç nə maraqlı deyil. Çünki çox güvənilir bir şey deyil. Chat-GPT-dən mən çox istifadə edirəm. Hərdən elə bir şey ad nədir? Gicit şeylər deyir ki, baxsan ki, ağlına gələni danışır. 1 sentner neçə Azərbaycanca yazım. Budur, bax yazdı. 1 sentner 100 kiloqramdır. Məni anlatmadı. Ben yazmıştım ki 100 kilogram değil. Put 100 kilogram. Put niyə axtarsa, put yazılmıyor. Burada sentner yazıbdır. Put 16. Allah'ım yarabbim. Aytan xanım, bilirsiniz nədir? Maraqlı olan nədir? Siz nətər sual veribsiniz ki, siz sentner axtarırsınız, o da put tapıbdır. Əyləncəlisiniz. Valla çox maraqlı tələbələrdir bu ilkilər. İndi baxın. 6000 oldu. Əsas məsələmiz oldu. Bizə də nə deyir? Deyir ki, armud yığın. Yaxşı. Armud yığında ən az deyir. Ona da 30 kiloqram götürəcəz. 5970 ecətə fərq. Neçəyə baxaq? Çocuklar kaça bakalım? 9. Bu da deyil, bu bir tərəfdədir. Bu. Bu qəşəng məsələdir. Bax. Deməli, eyni tələbənin 2 imtahan üzrə nəticəsi var. Birinci imtahan var, düzdür, bir də ikinci imtahan var. Elədirmi? Deməli, birinci imtahanda A alanlar məsələsi var. Birinci imtahandan A alanlar. Bu da birinci imtahandan A alanlar neçə faizdir? 68 faizdir. İkinci imtahandan A alanlar neçə faizdir? 60 faizdir. Bunu verir. Düzdür? İndi burada bir məsələmiz də var. Qeyri-A alanlar. A-nın üstündən xətt çəkdim. Qeyri-A alanlar. Birinci imtahanda 32%, ikinci imtahanda 40% olur. Düzdürmü? Əla. Burada da baxırıq. Deməli, həm birinci, həm ikincidən. Deməli, bunu bircə dənə məsələmiz nədir? Sxemi belə eləməyim lazım idi. Birinci və ikincidən. Bu uzunluqda bu tərəfini uzatmaq yox, aşağı tərəfini uzatmaq lazım idi. O A-larla birlə, bunu niyə belə sildim? Birlə ikinci yerini dəyişim, deyəcəm. A-larla birlə ikinin yerini dəyişəcəm. O sxemimiz belə bilinsin ki, aydın olsun. Deməli, A, burada yazam qeyri-A, bura birinci imtahan, bura ikinci imtahan. Birincidən A alan 68-sə də 32 qeyri alıb. İkincidən A alan 60-sə də qeyri-A alan neçədir? 40%dir. Burada birinci and ikinci imtahan. Buradan da nə yazam? Birinci imtahan or ikinci imtahan. Çoxların birləşmə və kəsişmə məsələsi də var da burada. İndi bura diqqət. Burada da birinci hər iki imtahandan A qiyməti almayan, bax A almayanlar 15%-dir. Yəni birinci və ikinci imtahanın hər ikisindən A qiyməti almayanlar neçə olmuş olur? 15% olmuş olur. Buna buradan tapmış olur. Düzdürmü? Düzdür. İndi diqqət. Burada 15% heç birindən almayıbsa da, deməli 85%-i hər hansı birindən almış olur. 85%-i hər hansı birindən almış olur. Hər hansı bir nədir? A or 1 or 2-dir. Birinci və ya ikinci. Demək, bura 85 yazıram. Diqqət edin, 85-i götürüb bu tərəfə yaza bilmərəm. Yəni, birinci və ikincidən eyni vaxtda A alanlar 85% deyil. Birinci və ya ikincidən alınır 85. İndi bura baxın.
Bura əsasən, yadınızda demişdim, çoxluqların cəmi birləşmə ilə kəsişmənin cəmidir. 32 ilə 40-ın cəmi neçədir? Ay sol. 15 çıxanda neçə qalacaqdı? 57, düzdür? Onda burada 43 olur. Bu ikisinin cəmi də bu ikisinin cəminə bərabərdir. Birləşmələrlə kəsişmələrin cəmi. Bu mənə lazım olan bütün informasiyanı özündə daşıyır. İndi başlayaq məsələnin həllinə. Yalnız birinci imtahanın A qiyməti alan tələbələrin neçə faizini təşkil edir? Baxın. Bu 43 birinci və ikinci hər ikisindən alanlardır 43%. O zaman yalnız birinci deyirsə də 68-dən 43-ü çıxıran neçə qalır? 25 qalır. Ay son. Bu oldu 25. Keçsəm növbəti sualıma. Burada çünki bir neçə dənə sual olmalı. 10 var, bir də 11 var. Qoy burada çəkdiyim bu dairəni də silim və davam edək. Tələbələrin neçə faizi hər iki imtahandan A qiyməti alır? Hər ikisindən A alan nədir? 43 idi, düzdür? Deməli, bu da A variantı. Burada E oldu, burada A oldu. Və 11-ə bax. Aşağıdakılardan hansı doğrudur? Tələbələrin minimum sayı 100 nəfərdir. İndi bir məsələmiz var. Arkadaşlar, burada diqqət edəsi olsaz, yuxarıdakı versiyada 43 ədədi var. 43 necə ədəddir? Sadə ədəddir, düzdür? Bunun özündən və birdən başqa böləni yoxdur. Nəticə etibarilə, deməli, 43% ən azı 43 nəfər olmalıdır. 43% 43 nəfər olmalıdır. Onda 100%də nə olacaq? 100 nəfər olacaq. Nədir? Tələbələrin minimal sayı 43 ola bilər və ondan sonraki saylar 43-ün misilləri ola bilər. Məsələn, 86 ola bilər, 129 ola bilər və s. ola bilər. Amma minimum 43 nəfər verməliyik. Niyə? Çünki 43 sadə ədəddir, başqa bir böləni yoxdur. Deməli, nə? Tələbələrin minimum sayı 100 nəfərdir, bu doğrudur. A qiyməti almayanlar minimum 3 nəfər. A qiyməti almayan 15 nəfərdir. Düzdürmü ümumidə? Amma 43 faizimiz 43 nəfərdirsə də 15 nəfərimizdə 15% olacaqdır. Yəni 15 faizimizdə 15 nəfər olacaqdır. Yəni 3 nəfər olması düzgün deyil. Yalnız bir imtahanın A qiyməti alanların minimum sayı 32 nəfərdir. Arkadaşlar, yalnız bir imtahanın A qiyməti alanların minimum sayı deyirsə də o zaman bunu necə hesablamanız lazımdır? Deməli, burada nədir? 50, nədir? 68 Yox, bir dənə söz deyim. Bu birincidən və ya ikincidəndir, düzdürmü? Bu 57 hər hansı imtahandan nə alandır? A qiyməti almayanlardır, düzdürmü? Yəni birincidən alanlar da, birincidən A almayanlar da daxildir, ikincidən A almayanlar daxildir, hər ikisindən A almayanlar da daxildir. Hər ikisindən A almayanları soruşmur. 42 qaldı. 42 faizimiz nədir? Bir imtahandan almayandır. Yəni birindən almayıbsa digərindən alıbdır. 42 faizimiz odur. 42, əgər 43 faizimiz 43 nəfərsə 42 faizimiz də 42 nəfər olmalıdır. Amma burada nə yazıb? 32 nəfər. Demək 3 də səhvdir. Demək nə oldu? Yalnız bir. Yalnız bir də hansı variantda? D variantda. Doğru cavab D variantı. Dəqiq. 4-ə baxarıq. Niyə baxmırıq? Şkripka ças deyil ki 4. Aha. Ha. Deməyin ki 72 tapıbsınız. Mən bir 72 tapıbsınız. Aytan xanım. Burada faizlə soruşur. 72 dərəcədir. 360-dan 288-i çıxanda, yəni 144-dən 72 dərəcə qalır. Amma bir şey fikirləşin. 360 dərəcənin 100%-inizdirsə də 72 dərəcənin x%-də onda hesablayın 20% alınır. Bildiniz nəyi səhv edibsiniz? Ayda bütün bu robot səsləri əsəblərimi korladı. Bu niyə belə elədi ki? Qoyun belə eləyim. Yox, eləmirəm. Davam edək. Məcburam. Ya, davam edək. Neçəyə baxırıq?
Çocuklar suallarınız arkadaşlar. Ha, riyazi cədvəlin təhlili. Baxaq. Buyurun. Bir. Bax, mobil telefon operatorlarının tarifləri verilibdir. A operatoru var, bir də B operatoru var. Düzdürmü? İndi bizə nə deyir? Burada cədvəldə veribdir şəbəkə daxili nə qədərdir, digər şəbəkə şəhər nömrələrindən nə qədərdir, digər mobil operator nömrələrindən tariflər nə qədərdir? 1 dəqiqəsi neçə qəpikdir? Və eyni zamanda aylıq abunə haqqlarını da veribdir ki, neçə manatdır. İndi axırda deyir ki, bir ay ərzində 30 dəqiqə danışan A və B abunəçilərinin ödədikləri məbləğlər arasında fərq ən çox neçə manat olar? İndi məsələmiz burasında. Bir ay ərzində 30 dəqiqə danışıbdır A ilə B abunəçiləri. Elədirmi? Elədir. O zaman bunu hesablamaq özdə deyir fərq ən çox neçə manatdır. Fərqi necə hesablaya bilərsiniz? A-nın minimumundan B-nin maksimumunu müqayisə edərək. Bir də A-nın maksimumundan B-nin minimumu müqayisə olunsa ən çox fərqlər verilə bilər. Çünki minimumla maksimum arasında həmişə ən çox fərq olur. İndi A-nın minimumu nə qədərdir? Ən az qiymətə şəbəkə daxili danışıb 20 qəpikdən. 30 dəqiqə danışanda 6 manat edirmi? 10 manat da abunə haqqı 16 manat. Bəs B maksimum nə qədər ödəyəcək? Buna baxın. B də ən çox digər şəbəkə ilə danışır 70 qəpikdən 30 dəqiqə 21 manat. Burada da 5 manat 26 manat. B-nin maksimal xərci 26 manat. İndi A-nın maksimal xərcinə baxaq. A ən çox 60 qəpikdən danışır. 30 dəqiqəyə nə edir? 18 manat. 10 manat da burada 28. Bəs B-nin minimal xərci nə qədərdir? B-dəki 50-dən danışır 30 dəqiqə. Neçə edir? Ha? 15. 5 də burada 20 manat. Deməli, beləliklə A-nın minimal xərci ilə B-nin maksimal xərci arasında 10 manat fərq var. A-nın maksimal xərci ilə B-nin minimal xərci arasında 8 manat fərq var. Deməli, bu iki operatorun arasında ən çox fərq neçə manat eləyir? 10 manat. Sonra 3. Hə, 3. Bu baxaq. İnanmıram ki. Burada 200-cü ildə deyil, 2000-ci ildədir arkadaşlar. Yəqin ki, bunu tutubsuz da 2000-ci il olduğunu. Hə, yaxşı. İndi bax, deyək, papaq aldı satıcı ilə məşğul olan firma 2000 ədəd papaq satışından əldə etdiyi pulla 2000-ci ildə 2000 ədəd nə idi? 2000-ci ildə papaq satışından əldə etdiyi pulla 2001-ci ildə 3000 ədəd papaq almışdı. Aha. İndi baxın. 2001-ci ildə papağın alış qiyməti nə qədərdir? 5 min. 5 manatdan 3000 dənə papaq alsanız nə qədər pul xərcləməlisiniz? 15 min pul xərcləməlisiniz. Düzdür. Bu 15 mindən nə zaman qazanıbdır? 2000-ci ildə papaq satmaqla. Düzdür? Çünki 2000-ci ildə papaq satışını əldə etdiyi pulla. Demək 15 mini də siz bölürsünüz 6-ya ki 2000-ci ildə satdığı papaq sayı alınsın. Bu da neçə edir? 2500. Sonra kimdə yox idi? Bəs kimdə var? Bundan sonra gəlir məsələlər. Riyazi mühakimə. Buyurun. 6. 6-nın B-si. Baxaq. Ha, 3-ə də baxaq, yaxşı. 3-ə baxaq. Birinci 3 daha asandır. Ona görə birinci 3-ə baxaq. 36 şarı bütün oğlanlara və qızlara elə payladılar ki, hər oğlana, hər qıza nisbətən 2 şar çox düşdü. Demək arkadaşlar, burada oğlanlardır. Bax, bu oğlandır. Və qıçalardır. Bu da qızdır. Bu da qızın qıçaları. Qolları da olsun, yazıqdırlar.
Bu heç saçı yoxdur qızım. Aha, əla. İndi əsas məsələmiz nədir? Elə paylada hər oğlana, hər qıza nisbətən 2 şart çox düşdü. Yəni qızların hərəsinə x şart düşübsə də, hər oğlana da x plus 2 dənə şart düşüb. Düzdür? Deyir, nəticədə oğlanların hamısının şarların sayı bütün qızlarda şarlardan 2 dəfə çox oldu. Yəni oğlanlardakı şarların nisbəti qızlardakı şarlara, oğlanlardakı şarların qızların şarlarına nisbəti 2-nin 1-i olub. Neçə şarımız vardı? 36. 2-nin 1-ə böləsi olsam, bura 24 şar, burada 12 şar düşəcəkdirmi? Ha? İndi məsələmiz burasındadır ki, məsələn, bilsəz ki, hər oğlana 3 şar düşüb, neçə oğlan olar? Necə hesabladınız bunu? Şarın sayını hər oğlana düşən şar sayına böldünüz, oğlanın sayı çıxdı, düzdür? Demək 24-ü x plus 2-yə bölürəm, oğlanların sayını verir. O zaman 12-ni də x-ə bölsəm qızların sayı olar, düzdür? Demək qızların ümumi sayının oğlanlarınkindən çox olduğu nəzərə alırıq. Yəni bu ədəd bundan böyükdür. Onda nə edirik? Çarpaz vurub məsələni həll edelim. 24x kiçikdir 12x plus 24-dən. Düzdürmü? Buradan deməli 12x kiçikdir 24-dən, x-in qiyməti də kiçikdir 2-dən. X-in qiyməti 2-dən kiçiksə də, adam sayda, şar sayda tam ədəd olacağına görə x-in qiyməti 1 olacaq. Düzdür? 12-ni 1-ə böləndə 12 qız eləyir, 24 də 3-ə böləndə 8 oğlan eləyir. İndi bizdən nə soruşur? Oğlanların sayını tapın. 8 oğlan var. Anlaşıldı mı? Aha. Ay Əli, burada iki dənə tənlik görmürsən, iki dənə belə deyim, ifadə görmürsən. Bax bu ifadə, bu ifadə bundan kiçiksə də çarpaz vurduqda nə deyirlər ona? Tənasibi necə həll edirsən? Ha, onu elə belə yalandan ədəd atmışdım. Eləcə ədəd atmışdım. Hə, yaxşı deyir, onu necə tapırsan? İndi atdım ədədlə üst-üstə bəli. 10-cu əsrə baxarıq. Getdikcə daha kötü hal alıyor bizim bu mikrofon. Deməli 6-nın B-si demişdiniz. Yaxşı baxaq. 40 nəfərlik bir turist qrupunda turistlərin bir qismi yalnız alman dilini, bir qismi yalnız ingilis dilini, qalanlar isə hər iki dili bilir. Baxın. Burada iki dənə çoxluq çəkəcəm. Bax bu alman dili çoxluğudur. Bir dənəsini də çəksəm, bu da ingilis dili çoxluğudur. Düzdürmü? Qoy olsun belə. İndi əsas məsələmiz nədir? Bunu yaşlı rəhlə yazalım. Deməli, qalanlar hər iki dil bilir. İngilis dil bilənlərin sayı Alman dil bilənlərin sayından 2 dəfə çoxdur. Kaş eyb yox. Bunu ingilis edeyim, o bir tərəf Alman edeyim. Bura ingilis olsun, bu tərəf Alman olsun. Və ingilis dilini bilənlərin sayı Alman dilini bilənlərdən 2 dəfə çoxdur. Yəni i bərabərdir 2a yaza bilərsiniz. İngilis dilini bilənlərin sayı Alman dilini bilənlərin sayından 2 dəfə çoxdur. Yaxud da ki belə i ilə a ilə verməyə x-lə verir. Alman dilini bilən x nəfər varsa, ingilis dilini bilən 2x nəfər var. Düzdürmü? Hər iki dili bilən, yəni bax bu aralıqda qalan neçə nəfər olsun? Bilirik, bilmirik. Y nəfər olsun. Düzdür? Çoxluqların kəsişməsi istənilən halda çoxluğun qiymətindən ya kiçik ya da bərabərdir. Yəni y-in qiyməti kiçikdir, bərabərdir x. Heç vaxt y x-dan böyük ola bilməz. Ya kiçik olmalıdır, ya da bərabər olmalıdır. Həmişə bu doğrudur. Deyir, ingilis dilini bilənlər bunu bildim. Hər iki dil bilənlərin sayı ən çox nə qədər ola bilər? 40 nəfərlik bir qrupdan söhbət gedir arkadaşlar. B variantını dediyinizə görə B-nin üzərində işləyəcəm. Deməli, burada qrupda olanların sayı necə təyin olunur? 2x birinci çoxluqdur, x ikinci çoxluqdur. Çoxların cəmi birləşmə ilə kəsişmənin cəmidir. 40 nəfər bunun birləşməsini bildirir. Yəni ümumi nədir? İngilis və alman çoxluğu, İngilis və alman çoxluğunun birləşməsi nədir? 40 nəfərdir.
Kəsişməsi də y nəfərdir. Yəni 40 ilə y-in cəminə bərabərdir. Yaxud da belə deyək, 2x plus x-dan y çıxanda nə alınmalıdır? 40 alınmalıdır. Yəni 3x minus y bərabər nə verməlidir? 40. Bunu bildikmi? Bildik. İndi bu məsələnin həlli üçün versiyalarımızı yazmalıyıq. Çünki başqa yolumuz yoxdur. İlk öncə x-in qiyməti ən az neçə ola bilər? Ən az. Ən az 14 ola bilər. Niyə? Çünki 14-ü 3-ə vuranda 42 edir. Bundan da 2 çıxsaz 40 verir. Düzdür? Bundan sonra böyüdə bilərsiniz. Amma ən çox neçə ola bilər? Bu arada onu sizə deyim. Məsələn, x-i 20 versən, 60, y-i də 20 verməlisən. Amma onda bərabər olmuş olacaqdır. Yalnız Almanca, yalnız İngiliscə qalmayacaq. Yalnız olmadığına görə, bax, burada bir məsələ varmışdır. Deyir ki, bir qismi yalnız Alman dilinin, bir qismi yalnız İngilis dilinin. Yəni bu tərəflərdə aypara qalmalıdır. Y x-ə heç vaxt bərabər ola bilməz. Y x-dən həmişə kiçik olmalıdır. Yalnız deməsi o deməkdir. Ona görə də x-in qiyməti ən çox 19 verərsiniz. 57, y-in qiyməti 17 ola bilər. Bildiniz? Əla. O zaman minimumlarla maksimumları tapdığımıza görə məsələni həll edə bilərik. Deyir, yalnız Alman dilini bilənlərin sayı aşağıdakı hansı ola bilməz? İndi baxın. Alman dili bilənlərin sayı x minus y, yalnız Almanca bilənlər. Çünki x bu çoxluqdur, y də bax bu ayparadır. Bunu çıxan, daha doğrusu bu badamdır. Bu dairədən bu badamı çıxıb bu ayparanı almalıyıq. Bunun sayını bizə deyir. X-dən y-in fərqi birinci halda neçədir? 12. 14-dən 2 çıxanda 12. Bu maksimal fərqdir. Digər halda neçədir? X-dən y-in fərqi. Burada da 19-dan 17 çıxırsınız 2. Yəni bunların arasındakı fərq yalnız Alman dilini bilənlər 2 nəfərdən 12 nəfərə qədər ola bilər. Biz də baxırıq ki, burada E variantında 14 var. Bax, bu səhvdir. Mümkün deyil. Bunu gördünüz? Baxaq. Bir şirkətdə işləyən kişi və qadınların sayı bərabərdir. X dənə kişi olsun, qadın da X olsun. Deyək, qadınların 60%, kişilərin 30% əcnəbidir. Bu faizi hesablayanda 60% 0.6 hissədir, 30% da 0.3 hissədir. Yəni 0.3x buradadır, 0.6x da burada. Əcnəbilər tapdı. Deyək, 63 əcnəbi var. Bunları toplayanda nə edir? 63 edir. Onda 0.9x-imiz 63 isə x-in qiyməti 70 olurmu? Olur. Şirkətdə cəmi neçə işçi var? 70 qadın, 70 kişi olduğuna görə nə olur? 2x-imiz da 140 olur. Şirkətdə cəmi 140 işçi var. Bildim, mən 70 götürməmişim. Yəni 105 götürməmişim, 70 götürmüşdüm. Qadınları öldürmüşdünüz, kişiləri. Sonra Kişiləri. neçəyə baxırıq? Yaxşı. 10. 10. 10. Deməli, arkadaşım, 8-i düz işləyibsən, 10-u səhv. Yox, Çok eyni deyil axı. eyni deyirlər, düz deyirsiniz. Amma ən azından nədir? 8 bundan belə daha tutarlı məsələyə oxşur qıraqdan baxanda. Təbii ki, içinə girəndə daha fərqli bir şey görə bilərəm. Ona baxın. Marketdən 100 ədəd qırmızı və göy pomidor alınmış və banka bağlamaq üçün onlardan 70 ədədi seçilibdir. Marketdən alındı 100 dənə, bankaya seçildi 70 dənə. Qırmızı pomidorlar var banka üçün, bir də göy pomidorlar var. Göy pomidor nətər olur arkadaşlar? Yaşıl pomidor olsa gənə deyərdim. Amma hə, yaşıl biz göy deyirik axı. Dəhşət. Doğrudan çox qəribə. Yaşıl hara, göy hara? Dilimizdə bəzi dəyişikliklər aparmaq lazımdır. Ola bilsin ki, daltonik olubdur ulu babalarımız. Hadisə məsəl üçün göy ərti də yaşlı. Bəli, də. Ona görə deyirəm də, yəni bu elə belə söz deyil. Tarixən gəlmiş bir şeydir. Hə.
Nəsə, turşuya qoyulmuş qırmızı pomidorlar bazardan alınan pomidorların ümumi sayının yarısından çox deyil. Ümumi alınan neçə idi? 100. 100. Deməli, qırmızı pomidorlar, qığlar 100-ün yarısından, 100-ü 2-yə bölən bundan çox deyil, kiçikdir, bərabərdir. Yəni, G-nin qiyməti kiçikdir, bərabərdir, 50 çıxır, düzdür? Turşuya qoyulmuş göy pomidorlar isə bazardan alınmış pomidorun 5də birindən çox deyil. Yəni, göylər də ki, 100-ün 5də birindən çox deyil, kiçikdir, bərabərdir, 100 bölək 5. Yəni, göy də kiçikdir, bərabərdir, neçə? 20. Oldu mu? İndi bir məsələmiz var. Bu göy deyib qırmızı yazdım ki bura. G hərfi bizdən Q yazmışdım. Göy. İndi diqqət. Bu ikisinin cəmi 70'dir. Məsələn, qırmızıların sayını neçə? Ən çoxu 50 götürə bilərsiniz. Göyün də sayını ən çoxu 20 götürə bilərsiniz. Amma qırmızının sayı dediyi 50-dən kiçik bərabər ola bilər. Şərtdə deyir ki, axı yarısından çox deyil. Elədir? Qırmızının sayını təsəvvür edin ki, 49 götürdüm. Göyün sayını neçə götürməliyəm bu halda? 21 götürməliyəm, düzdür? Amma göy nədir? 20-dən kiçik bərabər olmalıdır. Ona görə də nə eləmirik? Özümüzdən hoqqa çıxartmırıq. Qırmızı 50 dənədir, dəqiq göy də 20 dənədir. Nə olur? Neçə göy pomidor turşuya qoyub? 20 dənə. Bildiniz də niyə elə oldu? Bildim. Hı. Sonra 13. 13. Bay. Tələbələr 1-dən 9-a kimi nömrələnmiş 9 imtahan bileti tələbələrə təqdim olunub. 2 oğlan və 3 qız tələbə, qız tələbə. Hər biri imtahan biletlərindən birini götürür. Məlum olur ki, oğlanlar və yalnız bir qız cüt nömrəli bilet götürür. Bax, bu cüt götürüb, bu da cıtı. Bu birlər nədir? Tək nömrəli bilet götürürlər. Arkadaşlar, 1-dən 9-a qədərlərin içərisində cüt olanlar nədir? 2-dir, 4-dür, 6-dır, 8-dir. Düzdür? Bu 4 dənə ədəddən 3-ü bunlara məxsusdur. 2 oğlan və qız. Və deyir ki, qızlardakı biletlərin nömrələrin cəmi oğlanların götürdüyü biletlərin nömrələrin cəminə bərabərdir. Yəni, buradakı cəmlər bərabərdir buradakı cəmlərə. Artıq bu bizə bir ipucu verir. Nə? Qızların sayı çox olduğuna görə bu qızın götürdüyü cüt ədəd elə ədəd olmalıdır ki, oğlanların belə deyim də toplam cəmindən kiçiklik tam təmin oluna bilsin. Məsələn, bu qız 8 nömrəli bileti götürəsi olsa, bu oğlanların birinə 4, birinə 6 düşəcək. Cəmi 10 olur. Və məsələ burası, burada ikisi bir nömrəli bileti götürməli olur. Axı, nədir? Hərəsi fərqli bir bilet nömrəsi seçməlidir. Ona görə də bu mümkün olan vəziyyət deyil. Nədir? 8 bileti bu qız götürə bilməz. Amma məsələn, bu qız 6 bilet götürəsi, 6 nömrəli bileti götürəsi olsa, məsələn, bu birisi 8 ilə tutaq ki, 4-ü götürüb 12, biri neçə götürər? Tutaq ki, biri götürər, biri də 5-i. Tutardı getdi, 12. Alınırmı? Yəni, bunun hətta 2-ni götürsə, deyək ki, nömrəsi kiçik olan biri. Bu da lap 8 ilə 6-ını götürüb. 14, 2 alıbdır, 12 lazımdır. 5 ilə 7 al. Yenə də düzəldir. Amma birinci qızlardan cüt nömrəli bilet götürən, 8 nömrəli bileti götürəndə aləm dəyər bir-birinə. Ona görə də nədir? Cüt nömrəli bilet götürən qız hansı nömrəli biletlərdən birini götürə bilərdi? 8-dən başqa hamısını. 2, 4, 6-ını götürə bilər. Sonra. Ben ona bir şey soruşayım. Bunun yuxarısında 12-ci sual var ya, şaxtalar, hədiyyə Ha. kartı. Orada biz yəqin ki, özümüzdən qiymət verməliyik da, onu 50-60 faizini tapalıyıq. Təxminən. Belə deyim, birbaşa qiymət qoymursunuz, amma sxemləşdirirsiniz də, belə bir şey. Məsələn, bax, yeni il şənliyidir, uşaqlara yaxınlaşıb torbasına hədiyyələr götürməyə təklif edir, düzdür? Bax, bu Şaxta babanın torbasına hədiyyələr, bu 100%-dir, düzdürmü?
Bu torbasının 100% deyil. Bu şənlikdəki olan uşaqların 100%-dir. Burada bir neçədən durum ola bilər. Ona görə də o durumları sənin üçün təsvir edirəm. Bu ikinci vəziyyət. Məsələn, burada deyir şənlikdə olan uşaqların 60%-i maşın, oyuncağı, 50%-i gəlincik götürdü. Uşaqların hamısı da götürə bilər, bir qismi də götürə bilər. Və deyir 3 uşaq həm maşın, həm də ki gəlincik götürür. Necə edirəm? Bax, maşın götürənləri mavi rənglə göstərəcəm. Gəlincik götürənləri də çəhrayı rənglə. Onda 60%dir maşın götürüb, düzdür? Bax, bunu belə çəkdim, bu bura qədər. Təqribən 60% bura qədərdir. 50% də gəlincik götürmüş olur. İndi bura baxın. Bu tərəfdən də bura 50%, bunun ortasına qədər hardasa gəlir. Bax, bu da gəlincik. Ortada qalanlar nə olur? Həm maşın, həm gəlincik götürənlər olur. Bu bir vəziyyətdir. Amma digər bir vəziyyətimiz də var. Digər vəziyyətimiz nədir? Deməli, bu gəlincik götürənlər həqiqətən 50% oldu, amma belə bir vəziyyət. Buradan belə götürdük. Bunun yarısı qədər uzunluq olsun, bu boyda olar. Maşın götürənlərdə yenə 60%-dir. Bunu da mavi rənglə biz göstərirdik. Bu da gəldi bura qədər. Bu da kəsişmə çoxaldı. Və bu boş qalan nədir? Heç nə götürməyən uşaqlar. Yəni bu vəziyyətin hamısını nəzərə almalıyıq ki, məsələni həll edə bilək. İndi həll necə gedəcək? Birinci halda bu 60 ilə 50 110 eləyir. 100-dən çıxanda 10%. Bax bu 10% nə olmuş olur? Hər ikisini götürən olur. Bu da 3 nəfərdir. 10%imiz 3 nəfər olur. Amma burada da belə bir vəziyyət götürəcəyik. 50 ilə 3-ə bölünə bilən, yəni 3-ün misli olan elə bir ədəd götürməliyik ki, sonra da tam ədəd çıxsın uşaqların sayı. Ona görə buranı 30% qəbul edirəm. Böyük ədəd olaraq 30%. 30% olanda bu 3 nəfər. Bu da ikinci bir durumumuzu vermiş olur. Onda 50%imiz, yəni qızların sayı 5 nəfərə gəlmiş olur. Gəncə götürənlərin sayı 5 nəfərə gəlmiş olur. Maşın götürənlər 6 nəfər. Görürsünüz, tam ədəd alınmış olur. Çünki insan sayını kəsr ədəddən ifadə edə bilmirik. Amma burada da bir vəziyyət var da. 60% ilə 50%-i siz topladınız. Düzdürmü? Bundan kəsişən 30% çıxanda 60-50, 110, 30 çıxan 80% qalır. Burada uşaqların 20%-i heç nə götürmüş olmur. 2 uşaq heç nə götürmüş olmur. Bu vəziyyətimiz də var. Ona görə də məsələni həll edəndə deyir hansılar tapmaq olur. Bax, burada tapa bilərsiniz ki, qrupda 10%-i 3 nəfərdirsə, onda qrup neçə olur? 30 nəfərdən təşkil. Amma burada 30% 3 nəfərdirsə, onda 100%-i 10 nəfər olmuş olur. Qrup bu halda 10 nəfər olur. Yəni biz nəyi tapa bilirik? Minimum sayla maksimum sayı tapa bilirik. Düzdür? Həm qrup olaraq, həm hədiyyə götürənlərin sayı olaraq, həm hədiyyə götürməyənlərin sayı olaraq. Amma nədir? Dəqiq heç nə bilə bilmirik. Bu doğrudur, bu doğrudur. Heç ortada 15%-dən mən istifadə eləmədim. 15%-də 3 nəfər ola bilərdi axı. Düzdür? Ona görə məsələni həll edəndə buradan heç bir hədiyyə götürməyən uşaqların maksimal sayını tapa bilərsiniz. Budur, bax, heç nə götürməyiblər. Şəhiddə uşaqların dəqiq sayını tapa. Uşaqların dəqiq sayını necə tapa bilərik? Burada 10 tapışıq, burada 30. Bu mümkün deyil. Gəncə götürən uşaqların maksimal sayı. Gəncə götürənlər burada 10% budursa da, 3-dürsə də 50% götürüb 15 nəfər. Bu nədir? Tapılır. Maşın oyuncağı götürən minimal sayı. Bura 30% 3-dürsə də 60% də nədir? 6 olmuş olur. Maşın götürənlərin minimum sayı da tapılmış olur. Şaxta babanın torbasına hədiyyələrin sayını isə bilmirik. 30 nəfərə də düzəldə bildik, 10 nəfərə də düzəldə bildik. Deməli, Şaxta babanın torbasına hədiyyə sayı bizim üçün bəllidir. Bir də demir axı, hamısı qutarıbdır. Düzdür? Belə-belə işlər. Say neçəyə baxacağıq? Analogiyanı arqam qaldı deyim sənə. Analogiya. Yavaş-yavaş səs düzəlməyə başlayır. Aha, buyurun. Buradan suallarımız, bu artıq riyaziyyat. 5-ə təbii ki, baxarıq.
Deyir verilən sözlər arasında məntiqi əlaqəyə analoji olan variant seçin. Qram, kiloqram, ton. Qramı 1000-ə vuranda kiloqram olur da. Kiloqram 1000 qramdır. Ton da 1000 kiloqramdır. 1000 dəfə fərq var arada. Düzdür? Ona görə biz C variantına köklənək. Metr 1000 millimetrdir, kilometr də 1000 metrdir. Siz hansını seçmişdiniz? Mən deyim, Siz sadəcə artıma baxırsınız. Neçə dəfə artıbdı ona baxmayıbsınız ona görə. bir də baxa bilərik. Baxın. Mənim 4 var idi. 4 də vardı. 4 də formal qəzet. Formal nədir arkadaşlar? Əlbəttə qəzetin ilkin versiyasıdır, belə deyək. Onda binanın ilkin vəziyyəti nədir? İlkin əvvəlcə binanın layihəsi olur. Layihə əsasında nə edirsiniz? Binanı hazırlayırsınız. Düzdürmü? Ben burada sərəncamla imza taxı. Sərəncam imza deyil, layihə binadır. Yox, layihə binadır. Siz elə yazıbsınız Aytan xanım. Burada layihə binadır. Diqqətli olun. Yoxlayarkən də diqqətli olun. Səhv yoxlamayın. Sual səhvinizi düz biləcəksiniz. İmtahanda gəlib onu yazacaqsınız, balınız gedəcək. Diqqətli yoxlayın. Təbii ki, olur ki, bəzən mən cavabları deyəndə səhv variant tələffüz edə bilərəm, səhv variant yazmış ola bilərəm. Onda da soruşacaqsınız, cavabını verəcəm. Davam edirik. Neçə baxırıq? 24. 24-ə qədər sual. 7, baxaq. Bax, 7, Bəli. karbon qazı fotosintez prosesinə nə olur? İstifadə olunur. Yəni, günəş şüasının təsiri altında bitkilər karbon qazı və sudan istifadə etməklə nələr? Saxaridlər, şəkərlər istehsal edir, karbohidratlar istehsal edir, belə deyək, və eyni zamanda da oksigen qazı sintez olunmuş olur. Oksigen qazı isə tənəffüs prosesində istifadə olunur. Biz oksigendən nəfəs alırıq, yaşayırıq. Burada da deyil, mən A yazmışam, İrəvətin deyil. Yox, adı. Siz nələr, hardasa da qarışdırıbsınız yoxlayanda. Mən burada yoxladım, səhsəcə Yəni, yoxlamışdır. maşın hoppana gedir. Gəncənin yolları elədi ki, hə, sətir qaçıbdır gözdən. Eyb yox, problem yoxdur. Yəni, bilsiz nə üçün həyəcandan soruşdum? Bildim ki, bunu bilməmiş ola bilməzsiniz. Çox güman ki, səhv yoxlayıbsınız. Davam edirik. 29. 29. Deməli, verilən sözlər arasında. Mən deyirəm, səhvlarda da 7-də deyil. 7 çıxıbdır. Vallahi mümkün deyil. Siz baxın görün hansına baxırsınız. Nə? Analogiya 7D variantı. Allahım yarabbim, bu nədir? Bir də bəlkə sizə səhv bir şey atmışam. Səhv atmış ola bilərəm, amma D ola bilməz, mümkün deyil. Fərqi variasyon. Gömsüz atdım. Bəs o birisi səhifələr niyə soruşmuyubdu məndən? Mən həmişə belə şey olan kimi o tez o birisi qrupun üstünə yüklənirəm. Analogiya 7, bəli, D-dir. Çıxmışdı, bildiğim şey olursa. Ha, yox, elə olanda soruşun. O birilər soruşmuyor, 100% kaldı qalıblar. İndi neçəyə baxırıq? 29 demişdim. 29, baxın. Verilən sözlər arasında məntiqi əlaqəyə analoji olan variantı seçin. Tramvay relsin üstündə hərəkət edir, düzdür? Evet. Aha. Bəs başqa nə var? Gəmi də suda hərəkət edir də. Şey olmalı. Her. Ay qadınam. Maşın, ona qalsa tramvayın özünün də təkəri var da. Res bunun özünə kiçik hissə deyil. Təkər maşının bir hissəsidir. Res tramvayın bir hissəsi deyil axı. Bakılmıştı. Sən biri var səkidə hərəkət edirsən, bir də var ki, ayaqqabı ilə hərəkət edir. Ayaqqabı sənə artıq məxsus olan bir şeydir. Sən hara girsən, ayaqqabı ora gedir. Amma səki sən getdiyin yerə getmir ki. Bildim. 32, 33, 34. Üç dənəsini birdən deyir ki, bir sual kimi qəbul edək. Yaxşı. 32,
Atmos sözü buxar deməkdir, litos da daş deməkdir. Litos verib torpaq vermiş. Torpaq nə deməlidir, onu bilirsiniz? Ha? Yox, yalan deyirəm. Yunanca bilmirəm. Litosfer zaten o şey bizə orta məktəbdə coğrafiyanı keçəndə demişlər litos daşdır da. Torpaq deyil axı. Litosfer torpaq quru təbəqəni öyrənir. Təkcə torpağı öyrənmir ki. Humus, Mən ay son. Gördünüz Ayten xanım torpağın nə olduğunu sizə başa saldı. Buyurun. bilmirəm, 34. 33. Ox, mərmi. Arkadaşlar, əslində qəsəb bu da bir şey köhnə əlifdir, sual reallıqda. Bax, ox qədim dövrdə nədə istifadə olunurdu? Döyüşdə istifadə olunurdu. Sonradan nə oldu? Onu mərmilər əvəz elədi. Düzdürmü? Qramofon keçmişdə mahnıya qulaq asmaq üçün istifadə olunub. Sonralar onu maqnitofon əvəz edibdi. Mən mikrofon yazmışdım. Ola bilər. 34 var. 34. Sintaksis, qrammatika, filologiya. Sintaksis, qrammatika, filologiya. Zaten sintaksis qrammatikanın tərkib hissəsidir. Qrammatikada filologiya da öyrənilir. Düzdürmü? Evet. Dinamikada mexanikanın tərkib hissəsidir. Mexanikadakı fizikanın. Da baxa bilərik. Nə? 43. 43 baxarıq. 36. 36. Arkadaşlar, bax burada söz birləşməsi düzəldəndə o saat cavab çıxır. Məsələn, bax böhran iqtisadi. Nədir? İqtisadi böhran. Eşidibsiz belə bir termin. İqtisadi böhran baş verir. Ha? Amma bir də var cərrahi əməliyyat. Eşidibsiz bunu da? İndi məsələ burasındadır ki, birinci prosesdir. Burada nədir? İkinci isə onun növünü bildirir də. Məsələn, əməliyyatlar təkcə cərrahi əməliyyat olmur ki. Məsələn, şey vardı, o vaxt bir Rus kinosu vardı, I əməliyyatı. Bilməm, Şurikin macəraları. Bəli. Hə. Yəni, müxtəlif əməliyyatlar ola bilər də. Məsələn, polis də əməliyyat keçirdə bilir. Düzdürmü? Hə. İndi onun kimi də böhranın bir növ iqtisadi böhrandır, əməliyyatın da bir növ cərrahi əməliyyatdır. Aha, 43 baxaq. 43-də verilən sözlər arasında məntiqi əlaqə analoji olan variantı seçək. Həşarat, kəpənək, bığcıq. Aha. Çox nədir? Bığcıq, kəpənəyin bığı da belə ki, adlarında sap kimi çıxmır mı baş tərəfindən? Odur. Kəpənək növüdür. Yox. Sadəcə kəpənəyə məxsus olan bir orqandır deyək də. Onu 47. Saat, saniyə, dəqiqə. İndi bura bax. Burada ardıcıllıq necə? Saat, dəqiqə, saniyə yerinə böyükdən maksimumdan minimuma keçib sonra ortaya qayıdır. Düzdürmü? Bizdə və aralarında həqiqətən saatla dəqiqədə 60 dəfə fərq var. Saniyə, dəqiqə ilə də saniyə arasında 60 dəfə fərq var. Düzdür? Bunu nəzərə almamız lazımdır. İndi metr, santimetr, desimetr. Metrlə desimetr arasında 10 dəfə fərq var. Desimetrlə santimetr arasında 10 dəfə fərq var. Deməli, metr 10 desimetrdir, desimetr də 10 santimetrdir. Ancaq ən uyğunu C variantıdır. 57. 57. Baxaq. Qışqırmaq, pıçıldamaq. Yəni biri maksimum ifadə edir, biri minimumu. Düzdürmü? Danışmaq mənasında. Bu da qəhqəhə çəkməklə gülümsəmək. Qəhqəhə çəkəndə özündən geyirsən belə, amma gülümsəyəndə nədir? Sadəcə dodağın qaçır bu qədərcik.
İfadənin yəni şiddətli şəkli var, bir də ki zəif şəkli var. Danışmağın şiddətli şəkli qışqırmaqdır, zəif şəkli pıçıldamaqdır. Gülməyin şiddətli şəkli qəhqəhə çəkməkdir, zərif şəkli də gülümsəməkdir. Sonra, bəli, Dörd. bir də 64. Arı, bal. Arının məhsuludur, elə deyilmi? Bəli. Barama da ipək qurdunun məhsuludur. Bezdə barama nədir? Ahmet necə bir şeydir. Akşin Fatih'in kinosu. Nəsə? Zaman, saat. Zaman saat vasitəsilə ölçülür. Yəni yaxud da ki, saat zamanın ölçü vahididir. Bu şəkildə yanaşa bilər. İndi baxaq. Amma burada cihaz kimi götür. Çünki çəki tərəzi uyğun gəlmiş olur bura. Temperatur termometr. Yəni ikiyə beynənəyə uyğun gəlmiş olur. Sərf, küknar. Sərf də ağacdır, küknar da. Bunlar bərabər hüquqludurlar. Ərik də meyvədir, şaftal da. Qırmızı da rəngli, yaşıldır. Sonra. Bitdi. Bitdi. Gözəl, qəşəng. Çox belə deyim, texnikamız bizə əziyyət versə də çox gözəl bir prosesi keçdik. Əla, halal olsun bizə. Özümüzü alqışlayaq. Nəsə, növbəti tapşırıqları atacağam. Atacağım deyə nəsə qalsa bunlar sistemdə var idi, elə deyilmi? Yoxsa mən atmayınca görmürsünüz? Mən oraya girdim, başa düşmüyorum. Yəni bir yenidən atsanız lap yaxşı olar Rəşad müəllim zəhmət. Atacağım, narahat olma. Yox, elə həminki şeydir, sadəcə menyu böyük tərəfə keçibdi. Sol tərəfi basırsınız, yuxarıda 3 dənə xətt var. Onu basırsınız, sol tərəfdə menyu açır, orada yenə dərs otağına girirsiniz. Həmişə kimi dərs otağına girmək lazımdır. Nəsə, arkadaşlar mənə sualınız. Müəllim, Sağ ol, məndə Rəşad müəllim. suallar şeydir. Bizdə informatikadan düşən indi Windows 10 olacaq, yoxsa Windows 11? 11, 11. 11 elə. Bəli. Ha, oldu. Oldu, sağ olun. Ha, sağ olun. Sağ olun.